ne bileyim yayınladığı anketlerde bile ne kadar Türkleri aşağıladıcı bazı şeyler gösteripler. Tahkir eləmək için bazı filmler gösteripler. Filmlerde bile çekilen filmlerde bile Azerbaycanlılara karşı bir husumet görünür. Ama bu son hadise bellidir ki o dediğim gibi o siyasette bir qabaqda görünen var. Bir de görünmeyen eller var. Görünmeyen ellerin hedefi budur ki hani İngilizlerin meşhur bir sözü var. Farsça diyorlar. Tefraqı beynəs hükümet kon. Yani bir millet arasında bir ayrıcalık yaratsınlar, husumet yaratsınlar. Hatta o kadar bu husumeti qabağa aparsınlar ki milletler Allah göstermesin birbirinin canına düşsün ve nihayet merkezi hükümetten medet istesin. Merkezi hükümetten kömək istesin ki gelin koymayın biz dağılışaq. Yani halbuki bizim hiç böyle düşdür. Çox belə bir həssas bir nöqtəyə gəldik. Bəli. Bax, bəli. biz heç vaxt Kürdlərə qarşı biz dad eləməmişik. Bizim heç vaxt bir dənə desinlər ki, bir nəfər Azərbaycanlı bir dənə Kürd öldürüb. Amma biz 3 dəfə qırğına məruz qalmışıq. Mən istəmirəm bu ziddiyyəti çoxaltmaq eləyən adam deyiləm. Bəlkə mən tərəfdarım ki, sülh olsun, millətlərin arasında həmişə cad olsun, özümün yaxın irtibatlarım, əlaqələrim Kürdlərlə olub, zindanda Kürdlərlə bahəm bir olmuşuq, ondan sonra bahəm bir yatıb, bir durub, bir yemişik. Mən 3 il ən böyük adamlarından, Ayı Düşdür Qasımlı qardaşından 3 il bir dənə təxtimiz bir-birimizin böyründə olub, bir-birimizdən həmxərc olmuşuq. Amma bu 3 dəfə Kürdlər bizi qırğına məruz qoyub. Şeyx Obeydullah zamanı, ondan sonra Simitko zamanı və Sulduz və hadisəsi ən elə dünənləri də əlimizə at-soq tutaq. Amma biz heç vaxt onlara düşmənçilik eləməmişik. Xeyr. Baxın, siz fikirləşmirsiniz ki, Əhzab-ı Kürt partiyaları onlar için iddia edir Təbriz bizindir, Xoy bizindir, Urmu bizindir. Ələm Urmu heç, Urmu deyir ki, məsələn, orada 2-3 dənə Kürt yaşayır. Bir hətta əgər şəhərin 20% Kürtdür. Eybi yoxdur. Hələ bu qalsın yerində. Qalsın yerində, yəni Azərbaycan vermir ha ona. Yəni o millət mən kiməm? O millət deyir ki, mənim yerimdir, torpağımdır. Qərbi Azərbaycan mənim ərazimdir. Və Qacar zamanından yox, 1000 illərdə orada elə Kürdlərin öz yaşadığı şəhərlərə baxın. Hamısının adları Türk adıdır. Nə cür olubdur? Bu adlar əgər onlarınsa, niyə bunun tarixi belə adları bizim? Bax, siz fikirləşmirsiniz ki, Kürdlərin biri də əhzabları, ondan sonra siyaset adamları, bax, bu oda böyle köz atırlar, neft atırlar, benzin atırlar. Bəli. Xub, təbii də Süleyman, əgər bir quru istəsə, radikalizm bazı qurumların mənfəətləri için körüklənir. Yani radikalizm gücləndirirlər ki, ondan faydalansınlar. Onlar əhzab siyasiləri ola bilər, hətta bəzi xanları ola bilər, bəzi başları ola bilər, mafya qrupları ola bilər, hamısı ola bilər. Məsələn, mənfəət məsələsidir. Amma iki millət bir arada yaşayacaq yerləri vardır. Bir arada da yaşayabilirler. Hiç lüzumu da yoktu. Adı değiştirirler. Diğerler bura Kürt şehridir veya değil. Böyle bir yerde yaşayabilirler. Bunların lüzumu da yoktu birbirine. Hani pis ters bakarlar. Bu yer o kadar büyüktür ki hamı bir arada yaşayabilir. Ama bazı menfaatler var. Bunların birbirinin canına düşmesinde bazı adamlar menfaat güdür. O adamlar kimlerdi? Biz onların üstünde biraz durmalıyız. Bak o adamlar ki Kürdistan məntəqəsini ne eləyiblər? Eləyiblər məntəqəyi mesela
Məvad müxəttir. Oradan nəqli məkan o bizi aparırlar, gətirirlər. Bax, bir dənə Kürdün o kulber deyirlər. Bir kulberin o dağda, o soğukta donması hamımızı narahat edir. Hamımız için bir müsibətdir. Axı bir kulber, axı bir səhər çağı gedir o tərəfə, oradan bir dağın başında, qarın içində, o izə bir şey aparır, oradan bu tərəfə bir şey gətirir. Bu heç birimiz için belə hani sevindirici bir xəbər deyil, sevindirici bir hal deyil. Narahatıq, əzab çəkirik. Niyə gəlir orada karxana qurulmaya? Niyə gəlir o cavan, Kürt cavanına iş təmin olunmaya? Ki bunlar məcburlara o yaşda uşaq, hətta yaşlı, cavan, hamı belinə bir şey yük çatıp o tərəfə gedə, oradan da bu tərəfə qaçır. Kulber adala. Ki bilirik ki, neçə nəfər də ildə vurulur, ölünür. Bu bizim için hoş bir haber değil, bizim için hoş bir zat da değil. Yani insan ölür orada. Ve biz ona göre biz zaten Kürt'e de sahip çıkardık. Biz Türk meselesi yok meselede. Mesela burada da kimler burada menfaat kazanır? Kimler burada bu şəraitdən faydalanır? Məncə birinci derecede faydalanan o adamlardır ki, İstəmir bu İranda yaşayan bu milletler birbirine yakınlaşsınlar. Birbirine o kadar yakınlaşıp ki birlikte hareket eləsinlər ve birlikte bu istibdad rejiminin yakasını tutsunlar. Birincisi, birinci derecede budur. Yani rejim, Cumhuriyet İslamı özü bu nifağı, özü bu təfrəqəni, hatta özü bu düşmənliği ve nifrəti yaradır. Değişik yollarla yaradar. Bir grubu tutar, bu taraftan bir grupta tutar, o taraftan hem bunları yönlendirer, hem onları yönlendirer ve meseleni kızıştırır. Yani bir dediğim gibi hani benzine siz de işaretlediniz. Benzinle otun üstüne gedilmez. Suyla gediler ki otun iğnesi xamuş eləsinlər. Ama görünen o ki bayaq siz işarələdiniz o televizyonlar, işarələdiniz panoramistlər, işarələdiniz şahçılar və bəziləri vəhşət yaradaraq. Əhzab-ı Kürt, bəzi əhzab-ı Kürt. Bəli. Bunlar hamısı mənfəətləri üçün bilirsiniz ki, Əhzab-ı Kürt bütün Kürdistan ki, Əhzab-ı Kürdlə idarə olunmur. İnsanlar özlərinə idarə edirlər özlərin. Ama Kürt hizbləri mənfəət peşindədirlər və ya panoramist mənfəət peşindədir, Rıza Pəhləvi mənfəət peşindədir. Əcibdir ki, Süleymanı. İndi görürük ki, bu son zamanlarda, çox son zamanlarda İranın özündə, istər İranın mətbuatında olsun, istər İranın radyo televizyonunda olsun, istər İranın yayın organlarında olsun, Rıza Şah bir növ dəstəklənir. Ve o Rıza Şah'tan himayət olunur. Yani görünmemiş bir hadise. İllerce onların əksi, her zatları qadağan idi. Yavaş yavaş onlardan hani ne bileyim rejimden kopanlar Rıza Pəhləviyə yapışırlar. Mesela Mehdi Nəsiri kimi. Mehdi Nəsiri ve diğerleri. Ağa Ziba Kəlam. Bunlar indi olublar şahçı. Hatta bazı bizim öz ruhanlarımızdan Ağa Əkbər Necat geçəndə gedib bir əfsərin qəbri üstünə bu əfsərlərin öldürülməsindən heç kəs xoşal deyil. İnqilabın əvvəlində böyük cinayətlər yaranıb, böyük cinayətlər törənib. Bunların hamısının hesabı, kitabı görülməlidir, soruşulmalıdır. Ki, niyə bu cinayətlər oldu? Bizim Azərbaycanda da az cinayət olmayıb. Bizim Azərbaycanlıların da çox, bilirsiniz ki, bu geçən 1401-ci ildə öldürülenlerin çok sayısı Azerbaycanlılar idiler. Bilirsiniz Azerbaycanlılar tek Azerbaycan'da yaşamırlar. Səpələniblər İranın hər tərəfinə. Kərəcdə bugün Azerbaycanlı heç olmazsa 45%'dir. Tehran'ın özünde 40%'dir. Bütün şəhərlərdə var. Hani Məşəddə var, Qumda var, hatta Cunubda var. Bunlar hamısı ölenlerin, öldürülen insanların birçoğu da Azerbaycanlıydı. Yani istedim bunu işaret edeyim ki biz siz dediğiniz gibi Kürtlerle ne düşmançılığımız var,
nə düşmənçilik eləmək istəyirik. Dediyiniz kimi orada bəzi adamların təhriki ilə bəlkə onlar cinayətlərə baş vurublar. Simitko kimi, digərləri kimi bəzi hadisələr yaradıblar. Amma Azərbaycanlı səbirlə, Azərbaycanlı metanətlə istəyib bunu neynəsin? Soğuştursun. Cinayətə iki tərəfli olmasın. Azərbaycanlı zənn eləmirəm ki, Biz həmişə demişik ki, qanı qanla yumazlar. Qanı yumazlar. Bizim Hətta millətimiz belə olur. səbirlidir, biraz təhəmmüllüdür. Bəlkə də hani özünü o şəraitdə hiss edir ki, Azərbaycanlı heç mən uzun yoxdur bir iş görüm. Bu bir. İkinci məsələ budur ki, Ay Süleymani. Rejim bir tərəfdən, bir də dediyiniz kimi bəzi İranın zaten hər tərəfini qarışdırmaq istəyən bəzi güclər vardır ki, bunlar görünməyən güclərdir. Bunlar görünmür. Əslində hakimiyyəti görünən elə, hakimiyyətin özü. Cumhuri İslam özü. Nə cür olur Ağay Zindəşdini gətirir, məsələn, ustandara dəstur verir. Nə cür olur beyti rəhbəri ilə birdən gəlir ustandaridən danışır. Nə cür olur Beqoli Kürdlərə Kirmanşahda, Sənəndəçdə mücəvviz verilmir zada. Nə mənədir şadlıq eləmək. Amma gəlir Urmuda verir. Bu milləti təhrik eləmək üçün deyirmi? Bəli, qüvvəlidir zaten. Ay dədəvay, Cumhuriyyə İslami bizi dəstəkləyir. Ağa dəstəkləmir, əbzarı istifadə edir. Səndən əbzarı istifadə edir, ay Kürd. Sən bunu bilməlisən. İstəyir orada bir dənə düşmənçilik yarada Cumhuriyyə İslami. Çünki bizim Cumhuriyyə İslami ilə müşəxxəs hətta xututumuz vardır. Müşəxxəs bizim bir-birimizdən fasiləmiz vardır. Bəs birinci zaten biz başa düşdük ki, Cumhuriyyə İslami bu hadisədən faydalanmaq istəyir. Cumhuriyyə İslami bu düşmənçiliyi yaradıb və bundan faydalanmaq istəyir. Bu bir. Amma tək Cumhuriyyə İslamidir, xeyr. Hətta Kürdistanda bilirsiniz, biləxərə camiə vaxtı müstəbiddir, istibdadsədə camiədə mafya qrupları olar. Mafya qrupları həm siyasi alanda ola bilər, həm iqtisadi alanda olar. Və bu mafya qrupları da bu millətləri bir-birinin canına salarlar ki, özləri faydalansınlar, bəhrəmənd olsunlar. Yəni bir rejim Cumhuriyyə İslamı var ki, müşəxxəsdir. Bir də müşəxxəs olmayan bu mafya qrupları var ki, bu mafya qrupları da bu şeydə sükunət istəmirlər. Bu məntəqədə barış, bu məntəqədə hani iki millətin bir arada yaşaması onların mənfəətlərini xətərə sala bilər. Ona görə bunlar özləri təhrik edirlər. Ay Süleyman, təhrik bilirsiniz necədir? Yəni mən deyə bilirəm ki, bəzən bunlar pul xərcləyirlər, pul verirlər, bəzi sabotaj edən adamları da öz səslərini. Simitkovun oğlu intixabatda deyirdi ki, Simitko qəhrəman kimi bizə təqdim edir Cumhuriyyə İslamının gözünün qabağında. Bəli. Cumhuriyyə İslamı əgər eləsə, deyərdi ki, ağa bu Simitko hansı cinayətkardır? Gəlib deyirdi ki, Simitkovun adı gələndə Azərbaycanlılar nəm şalvarın filan edirdilər. Baxın, bu cür kəbahətli söz demək, ay Cumhuriyyə İslamı, sən bunu şinədibsən axı, it kimi bunlar hürür. Bəli. Xoş, bəllidir ki, bunlar dedim də mənfəət məsələsidir. Cumhuriyyə İslamının mənfəəti budur ki, millətlər heç bir-birinə yaxınlaşmasınlar. Düşmənlik olsun, nifrət olsun, kin olsun, bunu Cumhuriyyə İslamı bundan faydalanacaq. Bu bəllidir ki, o heç deyəcəyimiz yoxdur. Buna təvafuq yetişdik ki, var. Amma dedim, onun yanında bir də bəzi görünməyən adamlar var ki, görünmürlər zahirdə, pərdənin arkasında oyunu planlayırlar. Oyunu mesela şəraiti yaradırlar ki, bu oyun qabağa geçsin. Nəmayişnamə qabağa geçsin. Aktörləri onlar bildirirlər ki, kimlər olmalıdır bu aktörlər. Və bunun üçün
elinden gelen heyecanı yaradırlar, şuarları yaradırlar, şuar verirler. Bunun yanında hatta bunun için pul xərcləyirlər Süleymanı. Pul xərcləyirlər bunun için. Ki bu insan bazı grupları, bazı adamları hani maddi cəhətdən imkan sağlayırlar ki, getsin belə gəştlərdə, belə şeylərdə şuar mətə eləsinlər. Onların bak perdenin dalında olardı. Perdenin üzerinde bu insanlardı ki, sadə insanlardı bunların çoxu. Bunların çox heç verdiği şuarın mənasını da bilmir. Yani siz fikirləmin ki, onlar bilinçlidirlər. Yani Kürtlərin minlərcə Kürdü orada toplanıblar, cəşn tutublar. Bir yerde onların cəşni tutması bizim hakimizden sevindiricidir. Çünkü biləxərə Cumhur İslamı bilirsiniz, bu il, məxsusən bu il Ağay Əhməd Xatəmi İmam Cümeyi Tehran dedi ki, bu il cəşn tutmaq haramdır. Haram kimi bir şey elan elədi. Və Cumhur İslamı bu il müxalifət edirdi. Bu Ağay Xameneinin də nəmini ilin başındakı peyam göndərər. O peyamda da gördük ki, nə millətə təbrik dedi, nə əslən bir dana əlaməti mesela taza ilin əlamətləri var idi oturduğu otaqda. Heç yani bu ilin heç əhəmiyyəti yoxdur. Yani bu illər ki Novruz bayramı olmayıb olmayacaktı. Belə bir şəraitdə. Zadın Qara bayramıydı da. Nə mənədir? Mən Seyid Nəsrullahın Qara bayramıydı. Nəsrullahın ben her halde yani menzur Kürtlerin cəşn tutması bizi sevindirir. Bizi çok sevindirir. Çok da münezzemlikle genç tutsunlar. Rəqs-ı avaz qabat oynasınlar. Hele məxsusən Kürt hanımlarının, Kürt erkeklerinin birlikte rəqs eləmələri, dans eləmələri, müzik çalmaları bizim hamımızı sevindirir. Biz bunlara karşı değiliz. Ama içeride dedim o perdenin dalında ipler kimin elindedir? Onlar niye bu işleri görürler? Belli ki bu zahirde görünen bu adamlar da değil. Dedim perdenin dalında adamlar var. Onların menfaatleri icap edir bilirləsinlər. Onların menfaatleri icap edir ki bu Azerbaycanlı Türk'le orada yaşayan Kürtler birlik beraber olmasınlar. Ve o her şeyden faydalanırlar. Mesela en başta gelen bir mesele hatta mezhep meselesi de Ay Süleymani. Mafya istese faydalansın, rejim istese faydalansın, her şeyden faydalanır. Yani Azerbaycan'ını aşırı Şiə gösterir, öbürüsünde aşırı Sünni gösterir. Yani o Sünni olduğu için Hazreti Ali'nin zərbət yeməsinə, ölümünə əhəmiyyət vermir. Bu birisi də Şiədir. Deyir, mən Həzrət Əli üçün qan tökərəm, hər iş görürəm. Ki, əlhamdülillah bizim Azərbaycanlılar qanzat dediğiniz kimi tökməyiblər və ümidvaram ki, heç vaxtda qan tökməsinlər. Çünki qan ilə bir şey əldə etmək olmaz. Qan gətirər və heç bir mənfəətdə görünməz və ümidvaram ki, bu məsələ elə həmişəlik bağlansın və iki millət eləyə birbirinin yanında yaşasınlar. Çünki dedim, yerimiz o kadar böyükdür ki, hamımıza yetişər. Hamımız eləyə bilirik. Birlik, bərabərlik içərisində, dostluq, qardaşlıq içərisində məntəqəmizdə yaşayaq. Heç lüzumu da yoxdur atlar dəyişsin. Niyə atlar dəyişsin ki? Nə dəlili var ki, Urmiyə Kürdistan olsun? Koy Kürdistan olsun, ne bileyim başka şeyler. Ne gereği var? Ne gereği var? Aile koydu, buyurun canım Kürtlersiz de yaşayın burada. Hiç buna lüzum yok da. Azerbaycan'ın qərbidir, Azerbaycan'ın şərqidir, Ostan Erdebil'dir falan ben. Kaş ki bunlar hiç Ostanlara bölünmeseydi. İlə bunların hamısının buranın adı Azerbaycan'dır. Düzdür. Tam doğru, ay düşdür. Çox sağ ol. Təqribən 40 dəqiqə bu haqda danışdıq. Mən fikirləşirəm ki, lazımi sözü dedik. Gənə də mən buna təkid edirəm. Gənə də bizim heç vaxt düşmənçiliyimiz o adamlar ki bu milləti bir-birinin qabağına qoyur, onlarla deyil. Sıravi insanlarla deyil. Bizim sıravi insanlara hörmətimiz var. Qətlən gözümüzün üstündə onların yerləri vardı. Amma
o adamlar için bu odu alovlandırırlar və Azərbaycan şəhərlərin, Kürt şəhərləri qələmdad edirlər. Mən düşünürəm ki, heç buna gərəyi yox idi ki, belə bir sabahları azadlıq olsun.